Salam, vaxtınız xeyir olsun əziz futbol sevərlər. U9 Respublika çempionatında hər birinizə xoş gördük. Qarabağ və DFM komandaların qarşıdurmasını izləyəcək. Oyuncular bir-birlərlə görüşərkən gələn heyətlərlə sizləri tanış edək. Qarabağ komandasının heyətləri belədir. Qapıda 99 Emil Ağarzayev, 14 Murad Bağdanov, 4 Zeynal Zeynallı, 7 Sübhan İskendarov, 3 Ömər Abbas Quliyev, 15 Murad Məhrəmli, artı Arda Babayev, 13 Əvəz Səfərov, 10 Ömər Cəmilli, komandanın kapitanları 5 Yusuf Əliyev və Məhəmməd Musalla. Komandanın baş məşqçisi postunda isə Ələkbərovdur. Yəni bir dəqiqə. Sən onu pauza ver. Komandanın baş məşqçisi postunda isə Əlibəy Məmmədlidir. İndi isə DFM komandasının heyətini sizə tanış eləyək. 19 Məhəmməd Yunusovda, 14 İbrahim Qarayevdir, 99 Elmi Məmmədli, 7 Yusif Əzimzadə, 22 Cahid Əhmədov, qapıda Murad Əzizlidir. Artıq hakimin də start fitiyə səsləndirildi. Bir daha iki komandalara uğurlar arzulayırıq. Bol qollu, haqlı, ədalətli, gözəl bir maç diləyi ilə. Baş məşq postunda isə DFM komandasında Aydın Qasımov, yardımçı məşqçi isə Rəşad Yusifli. Qarabağ komandasına hücum əmrəsi izləyə bilərik. Əvəz Səfərov mərkəzdə topu qəbul edir. Daha doğrusu bu Murad Məhrəmli idi. Xatırladım ki, bozlu sarılı geyimdə çıxış eləyir DFM klubu və bugün böyük ehtimal Rəsul Əliyev də meydana çıxa bilər. DFM-in heyətində ötən tur ilk maçına çıxmışdı DFM U9-un heyətində. Eyni zamanda Rafael Abdullah da gözlənilir. 11 nömrəli oyuncu U8 liqasında artıq ulduz statusunu bərpa etmiş oyunculardır. Səfərov da bəlkə də Səfərov da qoşuldu. Və ağlı formada Qarabağ komandası meydanda mübarizə aparır. Murad Bağdanov topu kornerə yolladı. Gün zərbəsi yerinə yetirəcək DFM. Uzaqdan qapıya doğru zərbə və Elmin Məmmədli çox təhlükəli zərbə ilə yadda qaldı. Ağ formadadır. Sənimcə doğrudan da təhlükəli zərbə idi. Elə deyilmi? Eynən. Bir qədər qeyri-dəqiq zərbə alındı, amma kifayət qədər qüvvətli zərbə idi. Murad Məhrəmli out qazandırır komandasına. Son toxunuş İbrahim Qarayevdən. Və Zeynal Zeynallına topun gerisində görürük. İbrahim Qarayev də komandanın heyətində ən yaxşı ötürmə verən oyunculardan biridir. Küncdən zərbə. Xüsusilə də bu sezon naməlub seriyası var U9 liqasında DFM klubunun. Nəinki U9, eyni zamanda U10 liqasında da eyni performansı nümayiş etdirir DFM. Bugün çox təhlükəli rəqiblə derbi qarşılaşmasında qarşılaşır. Söhbət Qarabağdan gedir. Eynən. Səncə bu maçın nəticəsi necə olacaq? Bir qədər çəkişməli mübarizə olacağını izləyicilərə də bildirmişdik. Həm Qarabağ komandası, həm də DFM komandası kompakt oyun nümayiş etdirən komandalardır. Həm komandalar oyuncularının texnikaları, surətləri eyni səviyyədədir demək olar. Açığı mən heç-heçə bir bərabərlik gözləyirəm belə bir çəkişməli maçda. Sənin fikrincə bu maçda həmkar necə olacaq hesab? Məncə DFM klubu bu komandaya qarşı artıq ötən sezonda qarşılaşmışdı, yaxından tanıyır rəqibini. Bəzi oyuncular düzdür, dəyişir, istər-istəməz transferlər olur, keçidlər olur. Amma bu qarşılaşmadan DFM-dən nəyəsə görə qələbə gözləyirəm. İndi İbrahim Qarayevdən ötürmə, sol cinata Məhəmməd Yunusov yerdə qalır. Son toxunuş Zeynal Zeynallıdandır. Zeynallı topu günc nöqtəsinə göndərir. Dəyərli izləyicilər, siz də bu maçın nəticəsini yazın, rəyləri qeyd etməyə çalışacağıq. Və çox təhlükəli hücum cəhdi var idi DFM klubundan. Ardıcıl ikinci gün zərbəsi. Uzaqdan qapıya doğru və Təhlükəli zərbə indirilmişdi. Bəli, yenə çox təhlükəli idi. Kiçik bir toxunuş topun trayektoriyasını dəyişir və növbəti gün zərbəsi. Hardan birbaşa çərçivəyə yönətməyə çalışırdı Əzimzadə. Top dirəkdən meydan tərk eləyib. Out Qarabağında Zeynal öz sınavı ilə ötürmə etdi. Murad Məhrəmli top meydanda saxlaya bilmədi. Out DFM komandasınındır. Canımıza yazılar var. Qarabağ 3-1 udacaq vurğulayırlar. İlsə uğurlar arzulayır hər iki komandaya. Həm DFM-ə, həm Qarabağa. Həm uğurlar, həm zədəsiz maç arzu edirik. Çünki çox, siz demiş, çəkişməli bir maç olacaq. İbrahim Qarayev mərkəz xətti keçdi, ötürmə edə biləcəyimi.
Yunusov oynayır, Mehmet Yunusov. Murad Bağdanov təzyiq göstərir rəqibinə qarşı. Murad Mərrəmlinin ötürməsi kapitan istiqamətində topu itirir Ömər Cəmilli. Meydanın mərkəzində Qarabağ topladı. Və Səfərov. Səfərov sürüşmə fəndi ilə topu meydandan kənarlaşdırırlar. Murad Mərrəmli boşluq axtarışındadır ötürmə etmək üçün. Bir qədər təzyiq var ona qarşı. Və out. Bir qədər yeni gələnlər nəzərinə çatdıraq. Qarabağ və DFM komandaların qarşıdurmasına maçın 6-cı dəqiqəsindəyik. Qolsuz bərabərliyi hökm sürür maçda. Zeynal qapıya doğru zərbə. Blok gəldi Murad Mərrəmli. İmkan vermədilər zərbə indirməsinə. Və Səfərov. Daha bir cəhd etmək olardı, lakin zərbə bıçağını artıq itirdi. Bir qədər cəhd davramaq lazım idi. Əvəzindən DFM klubu hücum edə bilər. Qarayev. Əsad Acayip top istəyir. Yenə out DFM. Əzimzadə. Şöyle cinahda yönəlir. Müdafiəçilər topu cərmə meydan sahasına uzaqlaşdırırlar. İki müdafiədə hər iki komanda çox etibarlıdır. Gəlin razılaşaq. Eynən birə-bir oyun nümayiş elətdirirlər. Hal-hazırda müdafiədə səhvlərə yol vermir. İki komanda və Murad Bağdanov uzaqlaşdırır. Məmmədlinin sürpriz zərbələridir. Bəli, çox izləmişik Məmmədlinin də belə meydan mərkəzindən və mərkəzdən irəlidən qüvvətli zərbələrini. Qapıdan zərbə ilə top oyuna daxil edilməlidir. Kimdən kim oynayır? Qarabağ və DFM komandaları qarşılaşır. Qolsuz bərabərliyi var maçın 7-ci dəqiqəsində. Əzimzadə. İki nəfərin atəsindən çıxa bilmədilər. Top DFM-də qalır. İbrahim Qarayev. Ötürmə Yunusov istiqamətinə. Yunusov ram etdi. Murad Mərrəmlidən kapitan istiqamətinə ötürmə gəldi. Ömər Cəmilli qeyri-dəqiq ötürmə olur. Elmin. Tabirçə ötürmə cəhəti alınmadı. Bir də götürməli yata qalır epizod. Out Qarabağ. Hər hissə 20 dəqiqədən ibarət olur. Səncə qarşılaşmada neçənci dəqiqədə qol vurulacaq? Bax, bunu görək təqribən də olsa hansımız daha düzgün tapacağıq. Məncə hardasa 11-ci dəqiqədə qol gözləyirəm, 11-12-ci dəqiqələrdə. Hal-hazırda maçın 8-ci dəqiqəsidir. Məncə ilk sənin sonlarına yaxın bir qol gələcək. Hələ ki o vaxta qədər qolsuz bərabərliyi hökm sürəcək. İzləyicilər də artıq aktiv bu barədə münasibət bildirirlər. 11, 14, 17-ci dəqiqələrdə olduğunu hiss edirlər. Baxaq görək kimin intuisiyası daha güclüdür. Nədənsə mən 11-12-ci dəqiqəni düşünürəm. Səndə neçənci dəqiqə idi? Oyunun ilk hissəsinin sonlarına yaxın, yəni 18-19-cu dəqiqələrdə təxminən. Qapıdan zərbə ilə top oyuna daxil ediləcək. Qarayev. İbrahim Qarayev. Pressing var ona qarşı. Əzimzadə ilə oynayır və onun ötürməsi ünvana çatmadı. Out Qarabağında. 40 dəqiqədən ibarətdir burada oyun. 90 plus 3 nədir? Yəqin 2 dəfə oynayacaqlarını düşünürlər. Bağdanov, bura Ömər Cəmilli. Əzimzadə əla oynadı. Növbəti out. Qarabağ. Murad Bağdanov topun gerisindədir. Uzun ciyəqan ötürmə kapitan istiqamətində. Məhli əla kəsdi vaxtında qabağını indi İbrahim Qarayev. Evet Səfərov və son toxunuş Murad Mərrəmlidəndir. Out DFM. Ömər, əlasan Ömər. Oyuncu yandı. Yox, daha 40 dəqiqəyə qədər qalmaz. O vaxta qədər qalmaz. O vaxta qədər artıq hesab açılarmazsa. Hətta son dəqiqələrdə belə, artırma dəqiqələrdə hətta düşünürlər ki, qol olacaq. Əzimzadə. Növbəti out. DFM. Çox son 4-cü dəqiqə deyir. Baxaq görək. Məhməd Yunusov. Əla oyun və cərmə zərbəsi. Sərvə etmirəmsə, sərbəst zərbə qərara gəldi. Açıq ayaqla təhlükəli oyun Murad Bağdanov tərəfindən var idi rəqibinə qarşı.
Onda 50 oyun yox, təhlükəli. 12 mövcud qeydanla verim bir adam. Top TFM klubunda. Bəli, bəli. 5-ci dəqiqədə hal-hazırda maçın 10-cu dəqiqəsindəyi 11-ci dəqiqəsinə keçid aldıq. Gözlədiyim dəqiqə məhz bu dəqiqədir. Aha. Məhmədli standart vəziyyət yerinə yetirir. Aşırma vuruş və gol! Dediyim dəqiqədə vuruldu gol. 11-ci dəqiqədə vuruldu bu gol. Elmin Məmmədli fərqlənir. Sevir standart vəziyyətlərdən belə qolları, belə fərqlənmələri və o qol da gəlir məhz elə Fuad İskəndərlinin bildirdiyi kimi 11-ci dəqiqədə intuisiyası doğru çıxır həqiqətən də. 18 illik karyeramda hələ də elə bir dənə belə oyun olmayıb ki, hansı oyunçunun necə qol vuracağını belə təxminim yanlış çıxsın. Bax, bu da belə bir maçlardan biridir. Təşəkkür edirəm sənə də Heydər, belə möhtəşəm canlı yayıma görə çox aktiv izləyicilərim var. Maşallah olsun. Kanalıma da abunə olmağı unutmasın ki, hər zaman yayınlarımı izləsin. Təşəkkürlər. Həmçinin də həmkar sənə uğurlar arzuluyuram gələcək karyeranda. Təşəkkürlər. 1-0 TFM hesabda öndə. Elmin Məmmədlinin dediyim dəqiqədə vurduğu golla. Qarayev. Top Qarabağda. Yenidən Cahit topu qaytarır. Qanunsuz iddia yazırlar. Canlı yayımızdan. Kimdən kim oynayır? TFM və Qarabağ kanalları mübarizə aparır. TFM komandasının hal-hazırda 1-0 hesablı minimal üstünlüyü var maçda. Golun təkrarını belə gözləyənlər var imiş. Sizcə bax, indi hesab necə olacaq? Ən azı ilk hissənin bitiminə kimi. Rəylərdə aktiv olun dəyərli izləyicilər. Xatırladım ki, Diniyev Uşaq Futbol Məktəbi ilə Qarabağ qarşılaşır. Mövsümün ən yaxşı komandaları üz-üzədir. Hal-hazırda 1-0 hesablı üstünlüyü var Diniyev Futbol Məktəbinin Qarabağ komandası üzərində. Qarabağ udacaq deyirlər. 9 yaşlardan ibarət Respublika çempionatıdır. Bu hesab qalacaq deyənlər də var. Növbəti out. Təşəkkürlər. Diniyev Futbol Məktəbi out yerinə yetirir. Hədiyyələr üçün çox sağ olun. Əsas yayını paylaşın. Aşağıda yayını paylaş butonu var. Məmmədli topladı. Məmmədlidən top itkisi. Arda Babayev. Keçmədə ötürmə. İzləyicilər arasında Arda Babayevi meydanda gözləyən çox izləyicimiz var idi. Hətta Neftçinin maçında bu maçdan öncə Arda hardadır deyə çox suallar verirdilər. Baxın, artıq hazırda 6 nömrə Arda Babayev meydandadır. Keçən tur elə bir şou göstərdi ki, Arda Babayev izləyicilərin gözünü oxşadı. Altı Qarabağ yerinə yetirdi. Yusuf Əliyev istədiyi kimi zərbə indirə bilmədi. Qaptan zərbə. Maksimum hədiyyə ataq. Aşağıda yayınımızı paylaş butonu da var. Paylaşın ki, hər kəs bu möhtəşəm mərkəzi qarşılaşmanı izləyə bilsin. Qarayev topu qazanmaya yaxındır. Və qazandı. İbrahim Qarayev üçün atı dəyişir. Əzimzadə ilə oynayır. Əzimzadə. Öndə Anar Əzimov boşda. Son toxunuş Yusuf Əliyevdəndir. Yox, xeyr, hakim Qarabağ komandası lehinə qərar verir altı. Hədiyyələr üçün təşəkkürlər yoldaşlar. Bəyəni edib paylaşmağı unutmayın. Səhifəni izləməyə almayanlar Heydər adının yanında takip et butonu var. Oradan səhifəni izləməyə alsanız sevinərik. Təşəkkürlərindən. Əzimzadə. Ötürmə Anar Əzimov. İstiqamətini şahda sürətlə Anar Əzimov. Zərbə indirəcəkmi? Ləngidir. Sürətə daxil olmağa çalışırdı ilk başda. Cərmə meydançasına. Out Qarabağ. Millimizdən qəşəng oynayırlar deyirlər. Gələn atlar yan xəttdən topu oyuna daxil edəcək. 15-ci dəqiqə artıq daxil oldu. Ömər Abbasquliyev topun gerisindədir. Abbasquliyev Arda Babayevlə oynayır. Texnikalı oyuncudur Babayev. Arda bir red gəldi Babayevdən. 3 nəfərin atəsində də Ömər Abbasquliyevə gəlir top. Keçmədə ötürmə və digər sınaqdan altı yerinə yetirəcək Qarabağ. Qarabağ və DFM komandaları qarşılaşır. DFM qaralı, sarılı formada hal-hazırda həmin komanda 1-0 hesabı ilə öndədir. Yeniden Qarabağ hücumu, aşırma vuruş və burada əziz toxunur. Çox təhlükəli hücum idi. Qarayev uzaqlaşdırdı. İskəndərli, Sübhan.
İndi Cahit çatacaq mı? Daha önce Qarabağ oyuncusu topu meydandan çıxartdı. Son olaraq kimdən top meydançanı tərk edir? Ömər Abbasquliyevdən top meydanı tərk edir. Küncdən zərbə. Defende isə Əzimzadə gün zərbəsini yerinə yetirəcək. Elvin Elvin geriyə doğru olur. İbrahim Qarayev. Daha bir gün zərbəsi bu dəfə digər istiqamətdə. Yine Qarayev. Ötürməyə ala və Ərzmanovdan qaçdı. Şahs Əzimzadə yoxlayır və sonra da müdaxilə var idi. Görmədi hakim epizodu. Kiçik bir topuş Qalkiperdən var idi. Bəli, Qarabağın Şəhrüddin Məmmədəliyev və Emil Ağarzayev bu arada həmkar nəzərinizə çatdırım. 99 nömrəni əbəs yerə götürməyib Emil Ağarzayev. Şəhrüddin Məmmədəliyevin Gorilla desə bərk fanatıdır. Çox sevəndir. Az öncə qaçırdın yəqin ki, sən də Qalkiperin ayağına toxunuş var idi. Bəli, cüzi bir toxunuş var idi. Hakimin gözündən yayındı. Yenə Məmmədliyev. Hələ ki, hakim oyunu saxlayır. Qarabağın baş məşqçisi hakimə etirazlar edir. Etirazlar nədən qaynaqlandı? Heç o epizodu qaçırdım açığı. Bizim hal-hazırda o qapıçının toxunuşuna dair söhbətlərimiz gedirdi, müzakirələrimiz gedirdi. Həmin anda oldu. Mən də başa düşə bilmədim. Etirazlar nəyə görədir? Açığı mən də qaçırdım. Nəyə görə etirazlar var? Hər bir halda 17-ci dəqiqə sona yaxınlaşır. Demək olar, son 17-ci dəqiqədə son 3 dəqiqə qalır. Davam etdirmələr. Çox təhlükəli zərbə yenə Elmin Məmmədlidən gəlir. Maçda yeganə qolu müəllifi. Yoldaşlar, canlı donmur ki. Məndə belə görsənir, amma onlarda görsənir. İbrahim Qarayev. Məmmədliyev, yenə Qarayev. Çatsa topa təhlükə olar. Ömər Abbasquliyev uzaqlaşdırdı Sübhan İskəndərli. Təzyiq var ona rəqibindən. Qarayev də qalar top ötürməsi sağ şata var Ərzmanov. Kobud oyuna etirazlar var. Elə ki, hakim tam şərsi verir. Və top sağlamağa keçdi. Əliyev. Murat. Musalın ötürməsi Əliyevə. Çatmadı ünvanına. Əzimzadə. Yaman sıtırməydi və böyük ihtimal out ola bilər, amma yox. Və Sübhan İskəndərlidən kritik bir müdaxilə var idi. Razıyam, tam şəkildə razıyam. Əgər toxunmasaydı Sübhan, o zaman Ərzmanova top çatacaqdı və önü tamamilə boş idi. Maksimum Qalkiper qarşılaya bilərdi. Daha bir zərbə indirildi. Toxunuş var mı rəqibdən? Bəli, hakim küz nöqtəsini göstərir. Yeni gələn izləyicilər 500 nəfər. Əgər səhifəni izləməyənlər varsa, səhifəni izləməyə alan Heydər adının yanında takip et butonu var. Paylaşım eləyib maksimum bəyəni ilə dəstəyinizə əsirgəməyin yoldaşlar. Növbəti gün zərbəsi. Əsas vaxtın isə son 2 dəqiqəsi ilk hissədə. Aha, baxaq görək mənim təxmini düz gələcəyimi Yusuf Əliyev. Məmmədliyev. Yolanlı top. Bu sonlardan danışırdım. Amma hesabın açılmağından təbii ki danışmışdıq. Heç olmasa Qarabağdan qol gəlsin. İskəndərli. Əzimzadə çox kritik toxunuş. Arda Papayevin də zərbəsinə blok gəldi. Ömər Abbasquliyev işli olmayan sağ ayağına tuş gəlir zərbə. Qeyri dəqiqanlar. Müdafiədə çox möhtəşəm çıxış etdi DFM. Gəlin etiraf eləyək. Eynən. Diqqətlidirlər bloklarla. Birə-bir oyuna. Həqiqətən də müdafiədə inamlı təsir bağışlayır DFM. Qarabağdan top istisi. Əzimzadə. Əzimzadə çarpasına çox yaxşı zərbələri var. Eləyəcək mi cəhdini? Ötürmə və gol! 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 Bu arada iti bucaqdan. İti bucaqdan. Bu qola. Əzimzadənin əsas vaxtın sonuncu dəqiqəsində möhtəşəm qolunu izlədik. Bu nə fantastik qol idi. Həmkar, 11-ci dəqiqə dedin, 11-ci dəqiqədə qol gəldi. Oyunun sonlarında bir qol demişdim. Bəli, mənim də təxminim hardasa düzgün gəldi. DFM 2, Qarabağ 0.
Bu möhtəşəm şərhimizə görə, yayınımıza görə yəqin ki, canlı yayımızın bəyənisi 100 kanı keçər. Ardıcıl bəyənini davam etdiririk. Səhifəni takip alın. 2-0 hal-hazırda DFM hesabda öndədir. Köylən atlarla mübarizədə çox möhtəşəm mübarizə aparır DFM. Həmçinin də Qarabağ. Həmçinin Qarabağda demək olar, bəli. Bəli, döyüşən oyunu marş elətdirdilər, lakin əllərinə düşən fürsətləri Qarabağ komandası sağa-sola xərclədi bir qədər. Və DFM komandası isə əlinə düşən hər bir fürsətdən maksimum dərəcədə yararlanır. Hətta sonuncu gol... Qarayev. 50 oyun və ya təhlükəli oyun. Hər iki epizod da var idi. Hətta sonuncu golu bildirdim ki, iti bucaqdan endirilmiş bir zərbə oldu. Bir qədər müəmmalı bir epizod olur, lakin gözəl qola imza atır TFM komandasının oyuncuları. Hər iki qolun ikisi də gözəldir. Həm Elmir Məmmədli ilə səhv etmirəmsə, bəli 99 nömrə cərimə zərbəsindən, həmçinin də bu iti bucaqdan zərbədə. Elə zərbənin ikinci golun müəllifi Əzimzadə yerinə yetirəcək. Qarşısında isə 2 nəfərdən ibarət Köylən adlar sətti var. Əzimzadə zərbəsini endirir və sonra... Və Emil Ağa Rızayev qapısında bu dəfə diqqətlidir. Məhməd Yunusov 2-10 kəhtəsində əzdirir onu. Sübhan İskəndərli. İskəndərli zərbə endirir. Söğkanıdır Murad Əzizli. Qarayev saxlayır topu meydanda. Ötürməz sağ şata. Yunusov. Və qayda oyun. Bəli, qayda pozuntusu var idi. Hətta vərəqə də düşərdi. Sadəcə uşaq futbolu olduğuna görə. Bəli, vərəqələr təqdim olunur. Bəli, vərəqələr təqdim olunmur. Hədiyyələr üçün təşəkkürlər yoldaşlar. Səhifəni izləməyi alıb, paylaşıb və bəyənməyi unutmayın. Dəyərli izləyicilər. Yenə 2 nəfərdən ibarət canlı səhət var. Standartı kim yerinə yetirəcək? Qarayev də hazırlaşır. Bəlkə İbrahim Qarayev elə özü vurdu. Ya da tipik bir ev tapşırığı. Qarayev canlı səhətdən qayda top. Məmmədli. Oyunun baş hakimi ilk hissəni bitirdi. Gərgin qarşılaşmanın ilk hissəsi TFM 2, Qarabağ 0. Hissədə sizinləməliydim şəhsiniz Heydər Hüseynli. Və mən Tural İskəndərov. Qısa fasilədən sonra görüşmək üzrə hələlik deyirik. İkinci hissədən yenidən hər bir salınırıq. İlk hissənin nəticəsini sizə xatırladaq. TFM 2, Qarabağ 0 hələci hissə. Bu arada ilk hücum əmrəsi ikinci hissədə Murad Məhərrəmlidən Qarabağ tərəfindən gəlir. Qeyri-dəqiq zərbə olur. Burada canlıda bildirənlər var ki, Qarabağ Ajax oynayacaq. Hələ ki özləri yorumlar özləri. Çox maraqlı bir rey, dəqiqətən lap üstünə düşüb bu rey. Bu arada Şahid qaydanı pozub, şahid. Qayda pozunsa, aha. Mən out deyə fikirləşdim əslində. Olar, bəlkə də out idi. Eyni nöqtədə demək olar. Hakim fitini çaldı, onun üçün də seçmək çətin oldu. Əzimzadəm. Ara ötürməsi Qarayevə çatmır, əvəzində Məmmədliyə gəlir top. Haydi Elmin, Qarayevlə oynayır. Zeynaldan təzyiq var əqrinə. Qayda da pozuldu 14 nömrə tərəfindən. Zeynal Zeynallıya qarşı. Qarayev idi, İbrahim Qarayev idi, səhv etmirəmsə, bəli. Düppədüz. Nail bəy, biraz etik normalara diqqət eləsə sevinərik. Standart vəziyyəti Qarabağ yerinə yetirdi. Ömər Cəmilli. Kapitan 2 nəfərin arxasına çıxmağa çalışır. Artıq 3-cü rəqibdə təzyiq göstərdi ona. Ən isə Ömər Cəmilli Qarayevə qarşı bəli. Formasından tutaraq geriyə çəkir, qaydanı da pozur. Açıq-aşkar formasından tutub çəkir. Düz hakimin gözü önündə. Məhməd Yunusov. Qarma-qarışıq epizod yarandı orada. Yalnız indi hakim oyunu saxlayır. Kimin lehine verəcək? Yəqin ki Qarabağın lehine verdi. Murad Bağdanov topun gerisinə keçir. Bağdanov birbaşa qapıya istiqamətləndirdi və qalkiper topu tutur və bir daha yeni gələnlər nəzərinə çatdıraq. DFM və Qarabağ komandalarının mübarizəsinin ikinci hissənin əvvəlləridir. Qaralı, sarılı formada olan DFM komandası 2-0 hesabı ilə öndədir Qarabağla mübarizədə. Və Yunusov, Məhməd Yunusov Məştaqa ləqəbli oyuncu artıq əsəblərini tarmut zorla çəkir. Xəbərdarlıq etdi Qarabağın 15 nömrəli oyuncusundan ki, sanki bir dəqiqə səni vuracaq. Maraqlı bir rəqəbi var bu arada. Bir səbəbi var o ləqəbinin, Maçdağa ləqəbinin. Yəqin ki, səbəbi çox dəliqanlı olmağıdır. Əzimzadə indi cərimə zərbəsini yerinə yetirəcək.
2 nəfərdən ibarət Qarabağ canlı sətdi. Qapıya doğru və oy 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 qayda top! Top tora qovuşur 3-0. İbrahim Qarayev, ne gözəl yerdeydin sən. Tamamladın hücuma. 3-0 etdin Qarayev. Amma gəl etiraf edək ki, necə unudaq ki, Əzimzadənin bu məsafədən möhtəşəm, fantastik, ağla sığmaz cəlmə zərbəsinə. Standart vəziyyətlərdə necə təhlükəlidir dəfəyə. Bunu Meydanda sübut etdi, bəli. Emil Ağarzayevin tək dostu belə xilas edə bilmədi. Ona dirək qarşısına alsa belə qaydan top tora qovuşur. Qarabağ üzərində 3-0'lık üstünlüyü var. İzləyicimiz demiş yəqin ki, özlərini ayaqsa saxlayırlar. Amma doğrudan da aldığımız məlumatlara görə hər zaman bilirsiniz ki, izləyirik hər şeyi. Qarabağın baş məşqçisi də çox yaxşıdır. Oyunçular da çox yaxşıdır. Sadəcə bəzən meydanda mübarizə bir tərəfli olur. Eynən. Bəzən bəxt, bəzən yorğunluq, fiziki yorğunluq olur. Emil Ağarzayevdə də top. Nalesanov deyir ki, 3-1 olacaq hesab. Yayınımıza rəylər var. Hesab təxminlərinizi yazın. 4-3 deyir Sərdar Əliyev, Qarabağ udacaq. Və həmçinin oyun öncəsində bildirmişdi izləyicilərə ki, DFM komandasına yetirməli həm Aydın müəllim. Möhtəşəm hədiyyə atıldı. Çox sağ olun. Təşəkkür edirik. Təşəkkürlər hədiyyə üçün Şahin bəy. Ruziniz bol olsun Şahin bəy. DFM komandasının baş məşqçisi Aydın bəy, həqiqətən də Aydan Qasımov həqiqətən də uşaqlara çox yaxşı yetişdirir. Oyunlarından zaten bəllidir. Mən də izləyicilərə bildirmişdim ki, hətta 8-0'lıq hesab deyən var idi. Bu arada Qarabağ komandasının hücum həmləsi əvvəl Səfərov ötürmə edir. Ömər Cəmilli və gol! Kapitan buraxılan qollardan birinin əvəzinə çıxır. Ömər Cəmilli 3-1 edir hesabı. 3-1 oldu, bəli. Çox gözəl qurulan Qarabağ hücumu cinahla başladılar və torda bitirdilər. Məsələni hesab 3-1 olur 27-ci dəqiqədə. Gol gəldi deyənlər var. Elə bir nəfər az öncə 3-1 deyirdi. Nail səhv eləmirəmsə Süleymanov idi. Rəydə yazılan. Hələ ki onun təxminim düz gətirir. Baxaq görək. Bəli, onu bildirdim. Qarabağ komandası hücum qurdu. Bu hücumu da izləyək. Nəsimzadə dəfəmdən hücum cəhdi və meydan tərk edir. Alt. İzləyicilərdən bildirənlər var idi ki, Qarabağ 8-0 udacaq deyə falan 8-2. Amma mən onu bildirdim ki, DFM elə bir rəqib deyil ki, o qədər qol qapısında görsün. Bax, bunu bildirirdim. Gördünüz yəqin ki, Aydın Qasımovun yetirmələrinin həqiqətən də yaxşı oyun nümayiş etdirdiklərini, həmçində Qarabağ komandasının baş məşqçisi, hər iki komandanın baş məşqçisi həqiqətən də çox yaxşı yetişdirirlər uşaqları. Uğurlar arzular həm bütün məşqçilərə, həm bütün uşaqlara. Əzimzadə. Toxunuş var və 6-0. Yenə Əzimzadə. Top qapının üzərindən keçir. Nalesanov, bəli, Nalesanov demişdi. 3-1 ilə yazdı rəyimizə. Hələ ki, onun təxmini düz gəlir, amma qarşıda 12 dəqiqə ən azı vaxt var. Eynən. Hesab məncə dəyişəcək, belə qalan deyil. Növbəti qol təxminləriniz gəlsin. Qarabağdan yoxsa DFM-dən gələcək maraqlıdır. Səncə Tural? Məncə növbəti qol Qarabağdan gələcək, amma çox çəkməyəcək ki, DFM yenə fərqlənəcək. Məncə də Qarabağdan gələcək növbəti qol. Artıq Qarabağ təzyiqləri maksimum dərəcədə qaldırmağa çalışır. İtirəcəkləri heç nə yoxdur. Məhməd Yunusov qarşıladılar. Qarayev. Amma Qarabağ hücumu. hakim oyunu saxlayır. Bu arada bir fikir də nəzərə çatdıraq ki, Qarabağ komandası maksimum dərəcədə hücuma atılarkən DFM komandası sürəti əks hücumları sevən bir komandadır. Boşluqda yaxalayıb fərqlənə bilərlər əslində. Əzimzadə. Əslində bir dəqiqə mənə instinktim demək olar ki, heç nə demir. Hələ çətin bir şey demək. Orada Bağdanovdan blok gəldi Elmir Məmmədlinin qüvvətli zərbəsinə. Çətindir, bəli, çox çətin zərbə idi və ümumiyyətlə bu oyunun sonraki qol taleyini demək hələ ki çətindir. Hələ ki instinktim tam dəqiq məndən soruşsan, hansı komandanın qol vuracağını tam olaraq hələ vurğulaya bilmirəm. Amma zənnimcə Artıq fikrimi dəyişdim, DFM-dən deyəsən gələcək. yox, zənnimcə yaxşı hücumlar görəcəyik son 10 dəqiqədə.
çox yaxşı kombinasiyalı hücumlar görəcəyik, sürətli hücumlar görəcəyik. Çünki hər iki komanda sonlarda daha yaxşı performans göstərməyə bacaran komandalardır. Beləcə enerjisini sona saxlayır. Əhsən Xan Məmməd. Xan Məmməddir, səhv etmirəmsə 19 nömrəli oyunçu. Bizdəki Məhəmməd Yunusov idi. Məhəmməd Yunusov idi. Rəqibi ilə görüşür faul etdikdən sonra. Növbəti faul. Cərmə zərbəsi səhv eləmirsə Qarabağ. Düzdür? Bəli, bəli. Epizodu qaçırdım. Yox, xeyr, TFM komandasının lehinə qərar verilir. Dua edenlər var, Allahım qarab olsun deyə. Var idi, rəqibinin formasından tutub geri çəkirdi və Ömər Cəmilli qayda pozuntusu qeydə alınır. Gol qeydə alınmır. Hakim, qolu qeydə almadı, bəli. Əslində, zənnimcə Ömər Cəmilli rəqibinin formasından tutaraq geridən çəkirdi. Tahmini doğrudur. Hakimin qərarı ilə razı. Bəli, tam qarşısındaydı hakimin epizod. Ömər Cəmilli daha bir qüvvətli zərbə qalkiper. Çox sərt zərbə idi. Hardan nişan aldı qapını? Azanov. Nəzimzadə. Evet, Səfərov sürüşmə fəndini işə salar. Amansız bir mübarizə izləyir hal-hazırda Qapısı yerinə gedir sanki qarşılaşmada. Növbəti cərimə zərbəsi. Bax, son 10 dəqiqəni demişdim. Bax, belə bir mübarizə izləyəcəyik. Son 9 dəqiqə. Elmi Məmmədli standart vəziyyət yerinə yetirir. Yayınımızı paylaşın dostlar, yayınımızı paylaşın. Birbaşa çərçivəyə və qalkiber. Emil Ağarızayev diqqətlidir qapısında. Əl oynadı, bəli, qalkiber əl oynadı. Bu dəfə isə Əzimzadə qaydanı pozan oyuncudur. Bəli, Əvəz Səfərova qarşı qayda pozulub. Hesab isə 3-1 TFM. Dini Uşaq Futbol Məktəbi Qarabağla oyunda hesabda öndədir. Evet, Səfərov ram edir topu. Təzyiq var ona qarşı rəqibindən. Və qayda pozulub Səfərova qarşı. Yəqin ki, Ömər Cəmilli, kapitan topu gəzinə keçəcək. Və bir qədər qalmaqallı epizod Əsəblərici olmaq çox çətindir. Açığı hər zaman mən bildirirəm izləyicilərə. Bu gənc oyuncuların, az yaşlıların belə qalmaqallı epizodları bir qədər futbolda, idmanda yaxşı görsənməsə belə burada biraz maraqlı görsənir, fərqli görsənir. Artıq bax, izləyicilər də artıq reaksiyalarına, emosiyalarına bilinir. Bir də bunu ciddi şəkildə şərh edəndə ümumiyyətlə izləyicilər də dura bilmir gülməkdən. Ömər Cəmilli qüvvətli zərbə indirdi, top dirəyə sürtülərəkmi? Yox, xeyr, rəqibidən toxunuş var idi. Korner. Zərbəsi, bəli. 33-cü dəqiqə, son 7 dəqiqə daxil oluruq. Məmmədli. Ötürmə isə təhlükə var. Anar Zimarova çatdı top. Anar Zimarov sürətlənir. Anar Zimarov ötürmə yerində sağ jata. Məmmədli də zərbə və Top çərçivədən yan keçir. yandan daxil oldu top tora. Çox gözəl kombinasiya və təhlükəli hücum əmləsi idi. Zərbə də həmçinin də təhlükəli alınlar. Əks hücumun sürətinə bir baxan. Ərzimarovdan əla ötürmə Məmmədliyə və sonda Bax elə həmkar bundan bəhs edirdim ki, Qarabağ komandası tamamilə hücum atılarkən DFM komandası belə sürətli əks hücumları sevən komandadır. Bax, o əks hücumlardan biri gəldi. Diqqətli olmalıdır Qarabağda. Sübhan İskəndərli. Ötürmə özünahı ilə. Yusuf Əliyev. Əliyev sıyrılır bir rəqibindən. Yusuf ikinci rəqibində keçir. Qapıya doğru zərbə o qədər də qüvvətli alınmır. Əzizləyicim bu saki şəki halvasını bir qaşıqda, bir loxmada götürmək kimidir. Çox asan bir zərbə idi. Yenə ötürmə cəhdi olacaq. Ömər Avaskuliyev. Məhərrəmli. Murad Məhərrəmli ikinci rəqibindən də sıyrıldı. Özünə ilə oynadı. Musala. Məhəmməd Musala. Bəli. Çarpazdan Qarabağ oyuncuları çox yaxşı dəqiq zərbələr indirə bilir. Və Musala. İçəriyə doğru bir asma gəldi və son toxunuş Məhəmməd Musaldan da out. Son 6 dəqiqə. 6 dəqiqə TFM hesabı qoruyub saxlaya bilsə, bu gərgin qarşılaşmadan da üzü ağ çıxacaq. Və Sübhan İskəndərlidən bəli, akrobatik şəkildə müdaxilələr var. Yusuf Əliyev. Eynən. Çox maraqlı bir maç izləyir və təhlükəli nöqtədən cərimə zərbəsi təyin olunur Qarabağ komandası lehinə. İzləyicilərimizə üst tuturuq buradan. Səhifəni izləməyənlər Heydər adın yanında takip et butonu var. Oradan səhifəni izləyib canlı yayıma paylaşıb maksimum dərəcədə bəyəni ilə dəstək olsaz sevindirəsindən təşəkkürlər. Və bu arada həmkarım
Tural İskəndərlinin səhifəsi, TikTok səhifəsində Meydanda TV yazsaz, həmən çıxacaq qarşımıza və Tural İskəndərin səhifəsində izləsəz bizi sevindirər. İndi hər birinizə təşəkkürlər. Ramil bəy, təşəkkürlər. Çox sağ olun dəyərli izləyicilər. Bəli, Meydanda TV də sizinlə bərabər, hər zaman Heydərlə bərabər, sizinlə bərabərdir. Hədiyyələr üçün minnətdarıq. Bu dəfə isə 7 nömrə Sübhan İskəndərli topun gerisinə keçib. Heydər, son 5 dəqiqə qalıb. Bu 5 dəqiqəyə nə gözləyirsən? Məncə Qarabağdan bir qol gələcək. TFM komandası artıq müdafiəyə oturublar, demək olar. Ancaq sürətli əks hücumlara üstünlük verirlər. Qarabağ bu pressinglərdə bir qola imza atacaq. Qalanını artıq deyə bilmərəm. Yəni instinktim məni qıdıqlayır, amma nəsə demək istəmirəm bu dəqiqə. Yanılmaq istəmirəm. Qorxulu rəqibdir təbii ki, hər ikisi. 2 nəfərdən ibarət çalınsa, Sübhan İskəndərli yaxınlaşır. Sübhan İskəndərli yaxın 9-luğa planlaşdırıb zərbədə azacaq. Qeyri-dəqiqliyi var. Çox təhlükəli zərbə endirmiş dəqiqətən də. Bəli, etiraf eləyir, çox təhlükəli idi. Ərzmanov. Murad, Türmə Yusuf Əliyevə təzyiq var və Daha öncə out idi, səhv eləmirəmsə, yoxsa yerdə qalan oyuncuya görə faul idi. Bağışörə hakim oyuncunu qaldırmaq üçün yaxınlaşdı. Zədəli oyuncu 5 nömrəli oyuncu kim? Yusuf Əliyevdir. Yusuf Əliyev imiş. İnşallah zədəsi ciddi olmaz. Bəli, hər zaman bildirdiyimiz kimi arzu olmazdı zədələr hər bir yaş qrupu üçün, hər bir oyuncu üçün. Hətta göz yaşları axıdır. Üzülür oyuncunun xoşbəlikdən sonra. Amma çox döyüşkən bir futbolçudur Yusuf Əliyev. Axır ayağa o göz yaşları ilə belə. Bəli, görünür onun əzmkarlığı, dözümlüyü. Və Məhəmməd Musalı topun gerisində təhlükəli nöqtədən cərimə zərbəsi. 2 nəfərdən ibarət canlı səhətə qorulub. Fit səsləndirildi. Məhəmməd ötürmə etdi burada. Küncdən zərbə. Bəli, toxunuş da var. Bir növ ev tapşırığı demək olardı. Uğursuz anla elə kəmlələri. Son əsas vaxtın 3 dəqiqəsi. Haydi dəfəm. Merabaskuliyev ötürmə. Ay, Murad top ayağına oturmadı. Auto yollanır top. Ərzmanov şata bilmədi. Çox sürətli ötürməm. Uzaqlaşdırdı. Məhəmməd. Davlosu Murad idi bu. Murad Məhərrəmli və kobudluq var Qarayevə qarşı. Bəli. 15 nömrədən 14 nömrəyə qarşı kobudluq var. Qarayev yığır artıq. Partlayacaq, pis partlayacaq Qarayev. Ən əsasda bu oyuncuya toxunmaq ümumiyyətlə olmaz Elmi Məmmədli, bəli. Qədər emosional oyuncular da olar. Murad Məhərrəmli. Məhərrəmli sağ sınaqdan irəliyir, ötürmə yaxşandı. Yusuf Əliyevin zərbəsi qalkiper dəf edir. Daha bir zərbə. Hər iki epizodda qalkiper. Bəli, hər iki cəhətdə çox yaxşı idi. Mövqeyini itirmədi, əsas odur, çaşmadı. Sanki bir anlıq qapıda Atibə Kurtua cüssəsindən də görsənir və Musalının zərbəsi də sərt və təhlükəli alınır, lakin qeyri-dəqiqdir. Son 2 dəqiqə. Yunusov. Toxunuş var məncə. Küncdən zərbə, bəli. Küncdən zərbə, bəli. Səhifəmizi izləməyənlərə İdarənin yanında takip et butonu var yuxarıda. Takip edib səhifəni izləsə sevindirərsiniz bizlərə. İndən təşəkkürlər. Əzimzadə künc zərbəsini yerinə etirir. Məmmədli. Blok gəldi Sübhan İskəndərlidən ötürməyə. Out DFM. DFM altı yerinə itirəcək. Qarşılaşmanın 39-cu dəqiqəsi. Qaralı sarı formada olan DFM komandası 3-1 hesabı ilə öndədir maçda Qarabağla mübarizədə. Murad Məhərrəmli, Yusuf Əliyev oynayır. Əslində bu solunu görsə daha yaxşı olar. Yox. Ötürmə həmləsi uğursuz anlar. Sübhan İskəndərli sağ sınaqdan davam edirəcək. Qarayev müdaxiləsi var. Komandalarını çox rahatlaşdırdı. Qarayev. Yunusov irəlidə top istəyir. Mane oldular bir-birlərinə. Sonuncu dəqiqə. Əsas vaxtın sonuncu dəqiqəsi. Bəlkə də saniyələr artıq saniyələrin nəfəsini düşəndiyi anlardır. Bir kritik səhv faciəyə çevrilə bilər. Məhəmməd Musala. Hesab 3-1 DFM-in xeyrinədir. Koroğlu Sportster meydançalardır. Qapanışı sən edirsən. Qarayev. Ömər Avaskuliyev rəqibinə toxunduraraq top meydanından kənarlaşdırdı. Out Qarabağ. Musalı Əliyev fikirləşmişdi. Yenə
Oy 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 bak 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 Qayda yenə. oyunçusu. Bu dəfə Əzimzadənin əsəblərini korladılar. Cərmə zərbəsini isə Qarabağ yerinə yetirəcək. Hələ də sakitləşmirlər. Artıq hakim vəziyyəti kontrol etdi hər iki oyunçunu. Yanına çağırır əməkçilər, hakim barışdırır. Ehtiyac yoxdur, son saniyələrdir onsuz. Bəlkə də sonuncu cərmə zərbəsi də ola bilər. Bəli, bəli. Yayınımızı beğenmeyi unutmayın və mütləq paylaşın. Əvəzlənir Əzimzadə yerinə Anar Ərzimanov daxil olur sonuncu dəqiqədə. Sübhan İskəndərli qüvvətli zərbə indirdi və Elmirdən müdaxilə var, bəli. Daha nə etsin bu oyuncu? Qulla vurub, boş qapıdan toplar da çıxarıb. Əhsən. Gün zərbəsi Qarabağ. Ömər Abasquliyev topun gərisinə. Son saniyələr masa. Bitir artıq bu qarşılaşmanı, bitir. Abasquliyev və Səfərov və korner. Davini korner. Bitmir ki, bitmir bu qarşılaşma. Nəfəslərimizi dərdik. Zənimcə artıq qələbəni bayram edə bilər. Abasquliyev Səfərovun zərbəsində də blok. Yusuf Əliyev. Qarayev. Sübhan İskəndərli uzaqlaşdırdı. Yenə alt dəfə. Deyəsən hakim özü də belə bir oyunu bitirmək istəmir. Hələ də vaxtın tamamında əlavə dəqiqələrdir deyəsən Bəlkə hakim də tərəfindən. izləyicilər də bu maçın bitməsini istəmir. O qədər onlara maraqlı gəldi bizim maçımız, şəhərlərimiz. Eynən, Buna eynən. görə də təşəkkür edirəm Eydər sizə. Həmçində mən Tural sənə təşəkkürümü bildirirəm. Qarayev. İşdə şəhərlər üçün. Çox sağ olun. İbrahim Qarayev indi topladı. Cahit. Növbəti alt dəfə. DFM-in açılışı nədir? Diniyev Uşaq Futbol Məktəbi deməkdir. Həm ötən sezonun, həm bu sezonun ən yaxşı komandalarından biridir. Eynən, eynən. İzləyicilərə maç başlamamışdan öncə bildirmişdim. DFM komandası da adlarını bəziləri tanımır. Qarabağı Neftçi qədər tanımır. DFM EFA kimi futbol məktəbləri var ki, Ulus EFA da həmçinin. Həqiqətən də yaxşı uşaqlar yetişdirirlər, gələcəyə futbolçular yetişdirirlər. Hər birinə, fərqi yoxdur, hər bir komandaya uğurlar arzulayırıq gələcək karyer alanında. İbrahim Qarayev. Amin inşallah. Əzimzadəm. Bəli, DFM. Özü yaxlıyor və Emil Ağazayev yaxın küzü bağlamışdı. oyunun başa kimi final fitini səsləndirdi. Bu gərgin qarşılaşmanın bir qalib olmalıydı. Bu isə Diniyev Uşaq Futbol Məktəbi oldu. DFM 3, Qarabağ 1. Bu oyunu isə şərh etdi həmkarım Heydər Həsənli, Hüseyinli, üzr istəyirəm. Və həmkarım Tural İskəndərli. Təşəkkür edirik canlı yayımıza dəstək olduğunuz üçün rəylərimizdə də çox fəallıydınız. Hər birinizin yenidən görüşənədək hələlik. Və bir də sonluğu qoyaq.